Burada budama işlərinə başlamışıq. Budama işləri görürlər. Qar olmadığına görə, şaxta olduğuna görə onu budayırıq. Yanvar ayının axırınacan iş burada olacaq, işləyəcəyik. Lənkəranın bir çox kəndində çay sahələrində məhsuldarlığın artırılması məqsədi ilə bugündən aqrotexniki tədbirlərə başlanılıb. Budama isə aqrotexniki qulluğun ilk mərhələsi hesab olunur. Bununla da yeni yarpaqların inkişafı sürətlənir, nəticədə bol məhsul yetişir. 24 hektar yeni əkilen sahalarımız var. Bir de yeni kurulmuş sahalarda çay şitillerini ekmek için fidanlık hazırlayırıq. Toxum ekmek için iskanları doldururuq. İşlər rayonun Osaküçə, Girdəni, Haftoni, İstisu, Hirkan, Parakənd, Xanbulan, Sinovli kimi kəndlərində aparılır. Yüksək məhsuldarlığa hesaplanan budama prosesi adətən 10 gün davam edir. Yerüstü gövdənin 1/3 o kəsilməlidir ki, gələcəkdə zoğ əmələ gəlsin. Təqribən 10-dan 30-a qədər zoğ əmələ gələ bilir. Məqsəd burada çay bitkisinin kolunun genişlənməsi, onun deməli şpalerin daha da formalaşması, kompakt formada onların daha yaxşı inkişaf etməsidir. 6 ay bundan qabaq əkilən Azərbaycan bir çayının iqlimə və torpağa uyğunlaşdığını və tam yetişdiyini, ağac vəziyyətinə gəldiyini görürük və digər istiqamətdə isə burada olan fincanlara ağacın toxumu, yəni belə deyək, çayın toxumunu yetişdirirlər və o müəyyən müddət ərzində ağac vəziyyətinə, ting vəziyyətinə gəldikdən sonra əkiləcək. Dərman vururuq torpağa, qablaşdırırıq. Sonra fevralın axırında bunun toxumları tökürük. Payızda da bunları torpağa əkirik. Mövsümün ilk çay yığımına isə may ayının əvvəlində başlanılacaq. Qeyd edək ki, 2025-ci ilin statistikasına əsasən ən böyük çay sahələri Lənkəran və Astara rayonlarında cəmlənib. Nuranə Tərət qızı, Şahin İlhamoğlu, Şahnun Qasımova, ATV xəbər.